Tərs mütənasib asıllıq. Gəlin bu araşdırma məsələmizə baxaq. Samir cibindəki pula qiyməti 60 qəpik olan 10 dəftər ala bilir. Demək, ilk öncə biz Samirin cibindəki pulu tapsaq, 60 qəpik vururuq ona, bərabərdir 6. Deməli, Samirin cibində 6 manat pulu var. Karandaş qələmdən 2 dəfə ucuz olsa, qələmin qiyməti 60 qəpik idi, yəni 0,6 manat yazıram. Karandaş isə bundan 2 dəfə ucuz olacaq 0,3, yəni 30 qəpik. Samir neçə karandaş ala bilər? Yəni bu 6 manata neçə karandaş ala bilər? Buna 10 karandaş alırdı. İndi 6 manat var da cibində. 30 qəpikdən neçə kara? 6-nı bölürük 0,3-ə, yəni 60-ı böləcəyik 3-ə, bu da 20. Burada baxırıq bu kəmiyyətə ki, baxaq, 60 qəpik olanda 10 dənə ala bilirdi, 30 qəpik olanda 20 dənə. Yəni bu azaldı, bu isə artdı. Yəni sayı artdı. Qiyməti azaldı, sayı artdı. Belə kəmiyyətlər adlanır tərs mütənasib kəmiyyətlər. Yəni bir kəmiyyət neçə dəfə artarsa, digər də həmin dəfə azalsa, bunlar tərs mütənasib və ya azalanda, digəri artsa, bunlar tərs mütənasib kəmiyyətlər adlanır. Malın qiyməti artdıqca Samirin ala biləcəyi malın sayı necə dəyişər? Malın qiyməti artdıqca sayı azalacaq. Sonra buradakı sürətlə zaman, bunlar da tərs mütənasib kəmiyyətlərdir. Çünki sürət artdıqca gedəcəyin yerə daha tez çatacaqsan. Yəni biri artanda, biri azaldı deyə, bunlar da tərs mütənasib kəmiyyətlər. Deməli, sürət və zaman tərs mütənasib. Elə cədvələ baxaq. Əvvəl sürət 60 idi, 6 saata çatırdı. İndi sürət 2 dəfə artdı. Bax, burada baxırıq. Sürət 2 dəfə artdı. Oldu 120, zaman isə 2 dəfə azaldı. Yəni kəmiyyətlərdən biri neçə dəfə artdı, digəri həmin dəfə azalırsa, tərs mütənasib kəmiyyətlər adlanır. Gəlin çalışmalarına baxaq və burada da baxırıq ki, tərs mütənasib kəmiyyətlərə, hasillərinə. 60-ı 6-ya vurduq, 360. 120-ni 3-ə vurduq, 360. 180-i 2-yə vurduq, 360. Yəni tərs mütənasib kəmiyyətlərin hasili sabit qalır. Çalışma 1-dən. Qatar iki məntəqə arasındakı məsafəni sabit sürətlə qət edir. Yəni sürəti dəyişmir. Qatarın sürəti 2 dəfə çox, eyni məsafəyə getməyə sərf olunan necə dəyişər? Birinci A bəndini bax buradan başlayırıq həll etməyə. Yəni bu hissəni, eyni A-nı, bir də bu hissəni oxuyuruq, B-yə dəymirik. 2 dəfə çox olsa, eyni məsafəni getməyə sərf olunan zaman 2 dəfə az olacaq. Sürəti artdısa, zaman azalacaq. 2 dəfə az. İndi B variantında 3 dəfə az olsa, yəni sürəti 3 dəfə azalsa, sürət yavaşadısa, əlbəttə ki, bu gec gedib çatacaq. Deməli, 3 dəfə zaman necə dəyişər? 3 dəfə çox olar. B variantında 3 dəfə çox olacaq. 2 nömrəli çalışmamızda cədvəldə sahəsi 24 vahid kvadrat olan düzbucaqlıların tərəflərindən biri verilib. Biz də bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün enini uzunluğuna vururuq. İndi bizə verilib sahəsi 24. Eni 1-dirsə, onda uzunluğu olacaq 24. Çünki 1 24-ə vuranda 24. 12 olanda 24-ü 12-yə bölürük 2. 24-ü 3-ə bölürük 8, 4-ə bölürük 6, yenə 4-ə bölürük burada 6, 2-yə bölürük 12, 24-ə bölürük 1. Yəni görürsünüz hamısında hasilləri 24-ə bərabər oldu. Cədvəli tamamladıq. İndi deyir, düzbucaqlının eni 2 dəfə artarsa, uzunluğu necə dəyişər? Məsələn, baxın, gəlin buradan götürək. Düzbucaqlının bunu götürsək. Eni 3-dür, uzunluğu 8-dir. İndi deyir, düzbucaqlının eni 2 dəfə artsa,
Bunu 2 dəfə artırdıq, oldu 6. Yəni sahə bizdə neçə idi? 24. 24 olması üçün bu 4 olacaq. Deməli nə görürük? Uzunluğu 2 dəfə azalır. Deməli A variantında olacaq 2 dəfə azalar. İndi deyir, n-i 3 dəfə artarsa, yenə 3-dən 8 üzərində baxaq. N-in 3 dəfə artırdım 9. İndi uzunluğumuz isə necə dəyişəcək? Yəni 3, 8, 24 olur deyə uzunluq da 3 dəfə azalmalıdır. Yəni 8 bölünsün 3 olacaq cavabımızın 24 olması üçün. Burada 3'ü 8'e vururuq 24, 9'u da 3'də 8'e vuranda yenə 24 eləyir. Yəni burada da olacaq 3 dəfə azalar. 3-də hansı cədvəldə dəyişənləri tərs mütənasibdir? Biz bayaq dedik ki, kəmiyyət neçə dəfə artsa, digər də həmin dəfə azalmalıdır. Bax, buradan baxaq, birincidə 1-dən 2-yə 2 dəfə artdı, 60-dan 30-a 2 dəfə azaldı. 1-dən 3-ə 3 dəfə artdı, 60-dan 20-yə 3 dəfə azaldı. 1-dən 6-ya 6 dəfə artdı, 60-dan 10-a 6 dəfə azaldı. Deməli, bu tərs mütənasibdir. Və ya tərs mütənasibdə bayaq gördük ki, hasillər sabit qalır. 1-i 60-a 60, 2-ni 30-a 60, 3-ü 20-yə 60, 6-nı 10-a 60. B bəndində isə 2, 8-ə 16, 3-ü 12-yə vurduqda isə 36 elədi. Deməli, bu tərs mütənasib deyil. Gəl nisbətlərinə baxaq. 8-i 2-yə 4, 12-ni 3-ə 4, 16-nı 4-ə 4, 32-ni 8-ə 4. Deməli, bu düz mütənasib imiş. C-də yenə hasillərinə baxaq. 3, 12, 36, 4, 9, 36, 9, 4, 36, 12-ni 18-i 2-yə 36. Hamısında hasil 36 oldu deyə sabit qaldı və C variantı da tərs mütənasibdir. 4-də cədvəldə müəyyən məbləğə alınan malın miqdarı və bir vahidinin qiyməti verilir. Yəni qiyməti 3 manata olanda 12 dənə bir əşya ala bilirəm. Deməli, mənim nə qədər pulum olur? 36 manatım. İndi qiyməti 1 manat olsa, yəni qiyməti azaldısa, nə olacaq? Bu sayı çoxalmalıdır. Buradan baxırıq, bax, 3-dən 1-ə 3 dəfə azaldı deyə, bu artıq 3 dəfə artacaq. Çünki mən daha çox alacağım. Bir var 1 manatdan bir şey alım cibimdəki pula, bir də var 3 manatdan alım. Əlbəttə 1 manatdan alsam sayını daha çox ala biləcəm. Ona görə deməli burada da 36 olması üçün 36 olacaq. 8 nəyə vuranda 36 olacaq? Yəni 36-nı bölürük 8-ə. O da bərabərdir. Hər ikisi 4-ə bölündü. 4,5. Digərində də 36 olması üçün cədvəlin bu xanasında da olacaq 9. Eyni qayda ilə qiymətlə kütlə də tərs mütənasibdir. Qiyməti 6 manatdan, əgər 6 manat, yəni cibimdəki pul dəyişmədi də, sabit qaldı. 6 manatdan, qiyməti 6 manatdan 8 kilo alıramsa, deməli 48 manatım var. İndi qiyməti 48 manata, qiyməti 4 manatdan olan daha çox mal ala biləcəm deyə, yəni bu azalanda indi bu artmalıdır. Ona görə tərs mütənasib olur. Bunların da hasili 48 olmalıdır. 48-i 4-ə bölürük 12. 48-i 8-ə bölürük 6. 48-i 4-ə bölürük 12. Hamısında hasil 48 olmalıdır. Tərs mütənasib qrup həll etməklə suallara cavab verin. Gəlin əvvəlcə buradakı nümunəni araşdıraq. Deməli 8 traktor 9 saata şumlayır. Necə düz mütənasiblikdə tənasüb qururduqsa, burada da elə traktor 9 saata 3 belə traktor, traktoru traktorun altına yazırıq. Neçə saata, əkin sahəsi neçə x. İlk öncə baxaq görək, bu tərs mütənasibdir yoxsa düz. 8 traktor 9 saata şumlayırsa, traktorların sayını azaltdımsa, deməli bunlar daha gec qutaracaqlar işi.
Bu azalanda bu artdısa, deməli bunlar tərs mütənasibdir. Tərs mütənasib kəmiyyətlərdə isə yan-yana vuraraq həll edirik. Yəni 8-i vururuq 9-a bərabərdir 3 vurulsun x. Buradan x bərabərdir 8 vurulsun 9 böl 3. Burada 3 qalacaq. 8, 3, 24. Bəli, traktorun sayı azalanda daha gec işi qurtaracaqlar. Demək 24 saat. Alıcı, yəni bunu 5-in davamını həll edək. A variantı. Alıcı 1 kiloqramının qiyməti 1 kiloqramına 2 manat olan pomidordan 3 kiloqram ala bilər. O eyni pula, deməli 1 kiloqramının qiyməti 2 manat olan pomidordan 3 kiloqram ala bilər. Yəni biz indi tənasib qurmalıyıq. 3 kiloqrama 2 manat. O eyni pula qiyməti 1,5 manat olan, 1,5 manat olan pomidordan nə qədər alar x? Baxırıq, deməli 2 manatdan 3 kiloqram ala bilir. Pul eynidir. Bunun deməli 6 manat pulu var. İndi qiyməti azaldı, ucuz olsa daha çox almalıdır. Yəni bu azalanda bu artacaq. Oxları fərqli qoyuruq ki, bu azalanda, biri azalanda, biri artdı. Onda bu tərs mütənasibdir, yan-yana vurmalı. 3 vurulsun 2 bərabərdir, 1,5 vurulsun x. Yəni x bərabərdir, elə bunu 6 böl 1,5, 60 bölünsün 15, 4 kiloqram. Bəli, məntiqlə də düşünsəniz, 2 manatdan 3 kiloqram alırsa, cibindəki pul eynidir də. 1,5 manatdan, yəni 1 manat 50 qəpikdən daha çox ala bilər. Pul daha aşağı oldu deyə çəkini daha çox alacaq. B variantında yem ehtiyatı 60 inəyə 30 günə çatır. 60 inək 30 günə çatır. Bu yem ehtiyatı 90 inəyə neçə günə çatar x? Baxaq, müəyyən qədər yem var. 60 inəyə 30 günə çatırdısa, inəklərin sayı artanda, deməli bu yem daha tez qutaracaq. Yəni azalmalı. Bu artanda bu azalmalıdır. Ona görə də yenə tərs mütənasibdir, yan-yana vuracaq. 60 vurulsun 30 bərabərdir 90 vurulsun x, x da bərabərdir 60 vur 30 böl 90. Burada 3, 60'ı da 30'a böldük 20. Bəli, görürsünüz, inəklərin sayı çoxalanda yem daha tez yeyib bitirəcəklər. C variantında boş hovuz 2 eyni nasosla 6 saata dolur. 2 nasosla 6 saata. Bu hovuz 3 belə nasosla, nasosların sayını çoxaltdıqsa, deməli bunlar daha tez işləyib qurtaracaqlar. Yəni bu artanda artıq bu azalmalıdır. Ona görə yenə tərs mütənasibdir. 2-ni 6-ya vururuq, bərabərdir 3 vurulsun x. X bərabərdir 2 vurulsun 6 böl 3. Burada 2, 2-ni 2-yə 4. Deməli, bəli, 3 dənə nasoslar çoxaldı, su daha tez dolacaq, yəni 4 saata. Növbəti 6. Müəyyən yükü daşımaq üçün hərəsi 6 ton yük götürən 12 maşın lazımdır. Bu yükü hərəsi, bax bu görürsünüz daha kiçik maşında, tutaq ki bunlar 6 ton yük götürür. Bu isə 9 ton yük götürür. Dedim, 6 ton yük götürən maşınla götürən 12 maşın lazımdır. 9 ton götürəndə x. Baxırıq. Maşın böyüdükcə bizə daha az maşın lazımdır da. Bir var balaca maşınla bir yükü daşıyaq. İndi maşını böyütmüşük deyə, deməli maşının sayı azalmalıdır. Yəni bu artdanda bu azalmalıdır deyə, ona görə yenə tərs mütənasibdir. 6 vurulsun 12 bərabərdir 9 vur x. X bərabərdir 6 vurulsun 12 böl 9. Hər ikisi 3-ə ixtisar getdi 2. 12 də 3-ə 4. 8, bəli,
maşın böyüdükcə bizə daha az sayda maşın lazım oldu. Yəni 8 maşın. Bu da deyirdi ki, yük götürən 8 maşınla daşımaq olarmı? Bəli, olar. 7. Müəyyən sayda detal 6 eyni dəzgahda 4 saata hazırlanır. 6 dəzgahda 4 saata. 3 dəzgahda həmin detalları 3 dəzgahda x. Baxırıq, dəzgahların sayı azaldısa, deməli biz işi gec qurtarmalıyıq. Bu azaldı, bu artmalıdır. Ona görə tərs mütənasib olur. 6 vurulsun 4 bərabərdir 3 vurulsun x. Buradan x bərabərdir 6 vur 4 böl 3 2 8. Bəli, dəzgahların sayı görürsünüz 2 dəfə azaldı, saatda 2 dəfə çoxaldı. Neçə saata hazırlamaq olar? Bu oldu 8. Eyni sayda detalı 2 saata hazırlamaq üçün yenə 6 dəzgah 4 saata. İndi deyir 2 saata hazırlamaq üçün deməli saat tez qutarıbsa dəzgahların sayı artmalıdır. Bu azalandı, bu artadı, bu azaldı, bu artır deyə. Bu da olacaq yenə tərs mütənasib. 6 vurulsun 4 bərabərdir 2 vurulsun x. X da bərabərdir 24 böl 2 12. Yəni dəzgahların sayını çoxaltsaq 2 saata qurtara biləcək. Bu da 12. Yadda saxlayıb, tərs mütənasib kəmiyyətlərin uyğun qiymətlərinin hasili sabitdir. Biz bayaqki cədvəllərdə də həll edəndə gördük ki, bəli, hasillər sabitdir. Bu sabit mütənasiblik əmsalı adlanır və deməli, mütənasiblik əmsalını tapmaq üçün k bərabər oldu x, y-ə. Amma buradan tərs mütənasibliyin düsturu y bərabərdir k bölünsün x şəklində olur. Bu tərsdir, düzdə isə bizdə necədir? Kx şəklində idi. Tərsdə k bölünsün x. Deyir, x və y tərs mütənasib kəmiyyətlərdir. Verilən şərtə görə mütənasiblik əmsalını müəyyən edin və y-in x-dan asıllıq düsturunu yazın. Demə, burada A variantında x bərabərdir 4, y bərabərdir 2 olduqda, deməli k bərabərdir x, y idi. 4 vurulsun 2, 8. Onda düsturumuz y bərabərdir k böl x idi. Burada da 8 bölünsün x olacaq. B variantında k bərabərdir 3 vurulsun 4-ə 12-yə. Onda y bərabərdir 12 bölünsün x-ə. C'də k bərabərdir 6 vurulsun 3, 18. Y də bərabərdir 18 bölünsün x. Yəni mütənasiblik əmsalını da tapdıq, düsturlarını da yazdıq. Gəldi 9. 9. Fermada gün ərzində sağılan süd hər birinin tutumu 40 litr olan 50 bidona töküldü. İndi bizə deyir, gün ərzində A variantında sağılan süd tutumu 2 dəfə kiçik olan bidonlara. Əvvəlcə 40 litrlik bidonlara töküləndə 50 dənə bidon lazım olurdu. 2 dəfə kiçik olan 20 litrlik. Bir var ki, bax belə bir böyük qablara tökək südü. Bir də indi bu qabları kiçiltdik. Belə kiçik qablara töksək, əlbəttə ki, bunun sayı çoxalacaq. Deməli, bu azaldı, bu artmalıdır. Artacaq, ona görə tərs mütənasib olur. Yəni 40 vurulsun 50 bərabərdir 20 vurulsun x. Dan x bərabərdir 40 vur 50 böl 20. Bu 2 oldu 100 dənə. Bəli, görürəm ki, yəni kiçiltdikdə say çoxaldı 100 dənə. Əvvəl 50 ədəd lazım idisə, indi 100 ədəd. 2 dəfə bu bidonun tutumunu 2 dəfə azaltdıq, sayda 2 dəfə çoxaldı. B variantı, bidonların tutumu ilə onların sayı düz yoxsa tərsdir? Tərs.
Mütənasiblik əmsalını tapın və mənasını izah edin. Tərs olduğuna görə mütənasiblik K bərabərdir 40 vurulsun 50 olacaq. Bu da 2000 milli, yox litrdir, 2000 litr. Bu da o deməkdir ki, yəni bizdə nədir? Hər bir ümumi olan südün miqdarıdır. Gün ərzində sağılan süd, yəni gün ərzində sağılan 2000 litr süd sağılır. Sonra D variantında bidonların sayının n, onların tutumundan asıllıq düsturunu yazın. Burada da bilirik ki, hasil sabit qalmalıydı. M vurulsun n bərabər olurdu 2000. Bizdən də n, deməli n bərabər olacaq 2000 bölünsün m-ə. İndi Y variantında m bərabərdir 20 olanda n-in qiymətini tapmalıyıq. Yəni m tutduğunda 20 litr tutarsa sayı nə qədər lazım olacaq? Biz onu tapırıq. Onda n bərabərdir 2000 bölünsün 20. Bu oldu 100 dənə. İndi n bərabərdir 25 olanda n bərabərdir 2000 bölünsün 25. 80. N bərabərdir 50 olduqda onda n bərabərdir 2000 bölünsün 50 da 40. Onuncuda hansı kəmiyyətlər düz, hansılar tərs mütənasibdir? Müəyyən sayda karandaşın ümumi məbləği. Tutaq ki 5 karandaşımız var. Biri də 60 qəpik olsun. 60 qəpikdə. Deməli bizim nə qədər pulumuz olacaq? 3 manat. Müəyyən sayda karandaşın ümumi məbləği ilə bir karandaşın qiyməti. İndi 3 manatdırsa, əgər karandaşın sayı çoxalsa, tutaq ki 10 karandaş olsa, deməli 30 qəpik qiymət azalmalıdır. Ona görə bu olur tərs mütənasib. Sahəsi sabit qalmaqla düzbucaqlının eni ilə uzunluğu. Bayaqki məsələdə gördük ki, en ilə uzunluq tərsdir. Bu da tərs. Eyni məsafəni qət etmək üçün avtomobilin sürəti ilə tələb olunan zaman sürətlə zamanda tərsdir. Çünki sürətimiz artdıqca zaman azalır. Düzbucaqlının eni sabit qalmaqla sahəsi ilə uzunluğu, bu isə düzdür. Sahə ilə uzunluq düz mütənasibdir. Çünki uzunluğu nə qədər artsa, sahəsi də o qədər artacaq. Tərs mütənasib kəmiyyətlər arasındakı asıllığı cədvəl və ya qrafik ilə təsvir etmək olar. Bəli, bu cədvəl şəklindədir, bu isə qrafik şəkildədir. Məsələn, belə bir məsələdə bayram tədbiri üçün 12 rəngli bayraq düzəltmək tələb olunur. Hər şagirdə də bərabər sayda verilməlidir. İndi bax, bir şagirdə versək 12-sini də o düzəltməlidir. 2 şagirdə versək 12 dənə bayraqdır da, hərəsinə 6 dənə düşəcək. 3 şagirdə versək hərəsinə 4 dənə bayraq düşəcək. Onda cədvəli qurduq. 1-də 12, 2-də 6, 3-də 4, 4-də 3. Sonra nə edirik? Qrafik üzərində ilə koordinat sistemini üzərində göstərəcəm. Qiymətləri qeyd edirik. 1-də qalxırıq 12-yə, 12. Bax bu nöqtə. 2-də 6, 2-də 6 qeyd etdik. 3-də bundan qalxırıq 4 bu hissəmiz. 4-də 3, 6-da 2 və 12-də 1. Sonra bu nöqtələri birincidən başlayaraq ardıcıl birləşdiririk və görürük ki, get-gedə azaldı. Yəni, şagirdlərin sayı artdıqca onlara düşən bayraqların sayı azalır. Yəni, biri artanda biri azaldı deyə bunlar olur tərs mütənasib.
Uyğun qiymətlərin hasili sabitdir. Bax, cədvəldə hər birinə baxarıq. 12, 12, 12. Bu asıllığa uyğun cədvəl tərtib edib qrafiki qurduq. Bunun mütənasiblik əmsalı deməli K bərabər olur 12-yə. Düsturu isə Y bərabərdir 12 böl X şəklində olacaq. Bizə deyir, bir kəmiyyətin qiyməti 2 vahid artanda, digəri 2 vahid azalırsa, məsələn, biri 5, biri 7. Bunların hasili oldu 35. Birini 2 vahid artırdım, burada 7. Bunu 2 vahid azaltdım, 5, 35 oldu. İndi bu biri üçün ödəndi. Yəni, başqa bir nümunəyə baxaq. Məsələn, 3, 8. Birini 2 vahid artırdım, oldu 5. Birini 2 vahid azalttım, oldu 6. Bunun hasili oldu 24. Burada isə oldu 30. Demək, bu kəmiyyətlər arasında asıllığa tərs mütənasib asıllıq demək olarmı? Xeyr. Çünki birində fərq eyni olsa da, digərində fərqli oldu. Şəkildə sahəsi sabit olan düzbucaqlının tərəflərinin bir-birindən asıllıq qrafiki verilib. Kəmiyyətlərin tərs mütənasib olduqlarını nəzərə alaraq, bəli, qrafikə baxanda görürük ki, elə tərs mütənasibdir. Asıllığın düsturunu baxırıq. 4, 1 nöqtəsi bu qrafiki ödəyirsə, deməli, biz K-nı tapa bilərik. K bərabərdir, X vurulsun Y-dir. Yəni, 4 vurulsun 1 bərabərdir 4, onda Y də bərabərdir. K böl X idi deyə 4 bölünsün X. B variantında K bərabər olur 3 vurulsun 2 6-ya, onda Y bərabərdir 6 bölünsün X. C bəndində K bərabərdir 1 vurulsun 2 2, onda Y bərabərdir 2 bölünsün X. 12. Tərs mütənasib asıllığın qrafiki 4-3 nöqtəsindən keçirsə, deməli, biz bunun mütənasiblik əmsalını tapa bilərik. K bərabərdir 4 vurulsun 3, 12. Onda asıllığın düsturu Y bərabərdir 12 böl X şəklində olacaq. Düsturu tapdıq. İndi A-nın koordinatını yerinə qoyaraq, X-in yerinə 3 qoysam, X bərabərdir 3 olanda Y bərabər olur 12 bölünsün 3, 4-ə. Yəni, bu 4. İndi Y-in 6 olması üçün bu oldu 4. Bizim də düsturumuz Y bərabər idi 12 bölünsün X. İndi deyir Y 6 olsun. Yəni 6 bərabərdir 12 böl X. Buradan alıram X bərabərdir 2-yə. Burada 6 olması üçün yenə hasil 12 olmalıdır da. Burada 2 olacaq. Burada isə 12. 13. Şəkildə sahəsi sabit olan düzbucaqlının tərəfləri X-Y arasındakı asıllığı, yəni düzbucaqlının eni artanda uzunluq azalmalıdır ki, sahə eyni olsun, dəyişməsin. Mütənasiblik əmsalını tapın deyir. Burada baxırıq, bu X-idir, bu isə Y-dir. K-nı tapanda nə edirik? K bərabərdir X vurulsun Y, yəni 48. Onda düsturumuz 48 bölünsün X şəklində olur. Və mənasını izah edin. Mütənasiblik əmsalını tapdıq 48. Eni uzunluğa vurduqda isə biz sahəni tapmış oluruq. Demək, mütənasiblik əmsalı ilə sahə deməkdir. Yəni, K-nı tapdıq, elə buna sahə deyə bilərik. Y-in X-dan asıllığını düsturla yazın. Bayaq izah elədim. Y bərabər olur 48 bölünsün X. Qrafik üzərində qeyd olunmuş nöqtələrin koordinatları nəyi göstərir? Biri eni, biri uzunluğu. Düzbucaqlının enini və uzunluğunu. 6 eni, 8 uzunluğunu. Nöqtələri bu qrafik üzərində yerləşirsə, uyğun koordinatları necə müəyyən etmək olar? Biz düsturu tapmışdıq 48 böl X idi. Yəni, hasillər sabit 48-ə bərabər olmalıdır. Onda 3-ü nəyə vuranda 48 olur? 16. 24-ü nəyə vuranda 48 olur? 2. Əkin sahəsini şumlamaq üçün eyni traktordan nə qədər çox olarsa,
Bu işə bir o qədər vaxt az sərf olunar. Bəli, traktorların sayı artdıqca işi daha tez görüb qurtarmış olar. Sahənin şumlanmasına sərf olunan vaxtın traktorların sayından asılılığı təsvir edilib. Bəli, 2 traktor 8 saat edirdisə, artıq 4 traktor 4 saata azalacaq. 8 traktor 2 saata. Yəni traktorların sayı nə qədər artsa, biz işi daha tez görmüş olarıq. Qeyd edilmiş nöqtələrə uyğun məlumatı cədvəllə təqdim edin. Cədvəli belə qurarıq. Bu olsun X, bu olsun Y. 2 traktor olsa 8 saata, 4 traktor olsa 4 saata, 8 traktor olsa 2 saata. Bu X traktorların sayıdır. Traktorlar Y isə saat. Bu A variantı cədvəli qurduq. B. Sahəni 8 saata şumlamaq üçün neçə traktor lazımdır? İndi saatı 8 istəyir. Yəni biz saatın yerinə 8 yazsaq, saat buradaydı 8. Baxırıq ki, bizdə hasillərimiz sabit olmalı. 8, 2, 16, 16, 16 olmalıdır deyə burada da 2. 8 saata şumlamaq üçün bizə 2 traktor lazımdır. Onsuz da cədvəlimizdə də var idi elə. Bunu yəni yazmağa ehtiyac yoxdur, artıq oldu. 8 saata 2 traktor. Uyğun tərs mütənasib asıllığın düsturunu yazın. Biz buradan K-nı tapdıq ki, 8 vurulsun 2-dir. Yəni 16, onda Y bərabərdir. 16 bölünsün X. Y bərabərdir 16 böl X. 16 traktor bu sahəni neçə saata şumlayar? 2 traktor 8 saatadır. Yəni 16 traktorda 1 saata şumlayacaq. Çünki bizdə hasillər sabit olmalıydı. 16 olmalıdır. 16 traktorda 1 saata şumlayacaq. Yəni bu cədvəlimizdə elə davam etsək, 16 traktor bu saat yerində də 1 olacaq. Neçə saata şumlayar? 1 saata.